Salam əzizlər, yeniden hər birinizi xoş gördük. İnşallah bu yeniden biz təlim videomuza gəldik. Bu təlim videosunda bildiyiniz kimi yeniden back testlər eləyəcəyik və görək sürətli şəkildə, yəni scalp ticarəti necə icra edirik və əlbəttə ki, burada mütləq şəkildə gözləmək lazımdır. Sadəcə indi videoya yerləşsin deyə, yəni uzun getməsin video, ona görə çalışacağım ki, qısa kəsim, yəni böyük tutmayım. Okey, başlayaq. Hər hansı bir qrafiki seçsək, məncə okeydir. Nədən başlaya bilərik? Qızıldan, Eurodan, nədən başlaya bilirik? Okey. Euro, YP olsun. Okey. Gəl, keçək bura. Biz başlayaq buradan uşaqlar. Back testlərimizə. Bunu bu qaydada eləmirəm, çünki bu şəkildə qrafik görsünür. Bunu ən azından bu şəkildə eləsək. Yıxsaq qrafiki belə heç bir şey görə bilmirik. Əla. Bunu biz biraz keçmişlərə getsək. Məncə okeydir. Okey olsun, buralarda bir yer. Ekranı böyüdürük. Uşaqlar, xırda yanaşmalar göstərəcəm sizə, hansı ki, həqiqətən də biz bunu istifadə etsək, böyük nəticələr görə bilərik. Ona görə mütləq şəkildə istifadə edəcəyik. Deməli, bizə vacib olan güclü zonalar təyin etməyimizdir, hansı ki, qırılmadan sonra üzərində bitirdikdən sonra yüksəlişlər icra eləməsidir. Burada bizim güclü bir liktəmiz yerləşib və üstü toplanıb, çox əla və sonunda yəni koridor, yəni üzərində bitirir. Qiymət bu şəkildə hərəkət edir, amma yaxın məsafədə bir zonanın pozmadığını görürük, yəni aşağı yönlü bir pozuntu yoxdur. Deməli, buradan belə bir trend götürsək, dibdən pozuntu verir, buradan breakout icra oluna bilər. Amma bir o qədər də mənim üçün uğurlu deyil. Yaxın məsafədəki zonanın qiymət bu şəkildə ondan sonra bir düşüş icra eləyib. Mənim üçün bura çox belə deyək, güclü zonadır bura. Bunu ləğv eləyək, mane olmasın bizə. Bunun altı yoxdur, bunun üstü mənim üçün güclü zonadır. İndi uşaqlar belə bir yanaşma eləyəcəyik. Yəni düşünün ki, xırda minimal deyirəm, $100 bir kapitala sahibi. İndi buranın kontraktına görə, yəni neçə pipsə görə nə qədər zərəri varsa onu hesablayıb öz giriş edirsiniz. Hər hansı bir yerdə ticarət edirsinizsə, bu gold, gümüş və digər fərqi yoxdur, vayətə cütlüklər də olsa belə, onu özünüz hesablayırsınız. İndi biz işləyəcəyik 1-in 2-yə stabil, 1-in 3-ə və 1-in 5-ə fokuslanacaq. Görək bu $100'lıq bir təyinatı nə qədər əldə edə bilirik və əlbəttə ki, bunu biz meta 5-də icra edirik. Yəni burada analiz edib meta 5-də əməliyyat açırıq. Yəni neçə lotla giriş eləyəcəksə, onu da qeydiyyatlarını burada aparacaq əlbəttə ki. Deməli, başlayaq biz qrafikdən. Okey. Hazırda mənim üçün bir giriş yoxdur. Yəni maksimumlar bir-birini buradan keçmək istəyir. Okey, olsun, tamam. Neysə, gedək. Bu arada 3x-dır. Saxla. Biraz gecikdik. Okey, eyb yox, tamam. Buradan bir giriş düşünürdüm ama olsun, tamam. İkisi azaldıq, biz biraz çatdıra bilmirik belə. Okey, tamam. Okey, koyayım. Buranın liktəsi toplandı, uşaqlar, bu sahə toplandı. Biz maksimal gözləyə bilərik ki, korreksiya versin, yuxarı yönlü. Saxlayaq. Okey, saxla. Zonalar təyin etməliyik, uşaqlar. Oradan qiymətin reaksiyası olub, əlbəttə ki, oranı götürəcəyik. Bunlar da bu sahədə liktəsiya olundu. Əsas məqsəd buradakı boşluğu doldurmaq idi, buradakı liktələri toplamaq idi böyük həcmdə. Olsun, amma bizə hələ ki bir giriş sunmur, amma biz bizim üçün buradan bura, belə deyək də, buradan Fibonacci-ni götürsək, bura 61 səviyyədir. Yəni yenidən buradan bura qədər Fibonacci götürsə 61 gələ bilər. Nəzəriyyəsi ilə fokuslanırıq, amma icra eləmirik. Giriş gözləyirik. Okey, deməli
Ben düşünürəm bunun üstündə bitirsə, buralara qədər gedə bilər. Geri düşsə, yəni bu şəkildə eləyək. Yüksəlsə giriş eləmirik, düşsə girmirik, təzədən yüksəlsə buradan giriş eləmiş oluruq. Bu şəkildə yanaşma eləyəcəm. Profiti böyük qoymayacağam, çünki stopu da şurada qoyacağam ona görə. Belə düşünürəm. Təzədən, okey. Tamam. Vermədi girişi, olsun, tamam. Okey, yəni gezirdim, qiymət buranı yıxsın, düşsün, təzədən qalxarsa girsin, o da olmadı. Əslində məncə qalxmayıb, bura qədər qalxmayıb. Çünki düşünürdüm qalxsın bura, təzədən düşərsə, qalxarsa elə girək, o da vermədi bizə giriş, olsun. Tamam. Burada da bir düşüş səbəbi odur ki, maksimalları keçməyib bir-birini, qiymət yenidən bir düşüş icra eləyir. Tamam. Mən növbəti girişimi belə götürəcəm. Baxaq görək, çox gedə bilər. Korreksiya götürə bilər. Korreksiya götürsə də biraz bura düşünürəm, bura test olunmayıb. Okey, düşünürəm. Qiymət gəlir hələ. Buradan düşünürəm. Qalxarsa buy girəcəm. Gözləyək. Növbəti səviyyəsini pozdu. Qəşəng. Məncə bu səviyyədən götürəcəm. Qalxarsa buy. Mənim məqsədim şu an daha buradakı liqtələri toplamaq üçün daha bir böyük girişlərdir. Ona görə tələsmirəm. Okey, qiymətimiz açıldı. Birinci əməliyyatımıza görə nə olacaq? İnşallah bura qədər məsələn üçün qalxandan sonra girişə stop qoyuram adətən. Yəni bunu nəzərdə saxlayın. Hədəfim buranı toplamaqdır. Buralı yıxsın məqsəd. Buranın yığması da görək. Bunu biraz sürətli qoysaq, məncə daha okeydir. Girişdə bağladı, saxlayaq. Okey, girişdə bağladı. Tepemizi take profit qiymətin reaksiya bölgəsi. Buradan take profitimizi vermədi. Okey, olsun. Növbət dəfə bir geri dönüşdən bir giriş versək, bir daha yoxlayaq. Bunun üstün yığımı aldım. Yəni onu düşünürəm. Yəni gəlsə girişə yeni girişdə bağlayacaq bizi. Amma mənfəətə fokuslana bilərik. Bu arada bunu saxlayıram. Artıq şu anlar mən düşünürəm ki, bu qiymət daha böyük gedəcək. Daha yüksəklərə gedə bilər və hara qədər gedə bilər, onu bir də nəzər eləyək. Görək ki, qiymət hara qədər çəkə bilər özünü. Əslində buradan bura bir Fibonacci versə, məncə bura ilə okeydir, amma gələ biləcək zonalar var. Gedək. Buranı vuracaq, buranı rahat götürməlidir. Olmasa girişdə bir daha bağlanacaq. Girək.
bu girişimiz bizim mənim üçün belə deyək də, əslində bu girişimiz bizim çox uğurlu girişdir. Bu zonanın girişi. Çünki bir dəfə yüksəliş icra eləyib, yəni buranın qırılmasından sonra bir dəfə, 2 dəfə, 3 dəfə icra eləyib. Görək sonucu nə olacaq. Yəni mən sizə bir şeyə baş salmaq istəyirəm. İndi bu qrafik gedə-gedə bizim burada hədəfimiz xırda stop qoymaqdır. Yəni biz 3 əməliyyat ard-arda stop eləsək belə, bunu saxlayayım. 3 əməliyyat ard-arda stop eləsək belə biz belə deyək də, güclü zona bir təyin eləyəndə dəfələrlə o zonadan test edə bilirik. Yəni biz ard-arda 3 dəfə stop eləsək, bir dəfə profit götürsək, ən azı 1-in 6-ya burada bir nəticə var və biz yenidən xeyrimizi götürə bilirik. Və yaxud da ki, öz-özə check profit səviyyə seçin, yəni TF1 olaraq, TF2 olaraq və ya TF1, TF2, TF3 olaraq seçə bilərsiniz. Yəni Meta 5-də belə deyək, Meta 5-də biz məsəl üçün belə deyək, validdə cütlü nəticədir 0.10-dan ticarət edirik. Bunu məsəl üçün 0.10-dan 3 əməliyyat açırıq. Yerindəcə 0.10-dan 3 əməliyyat açırıq. Əgər TP zonasını qoysaq, TP1, məsəl üçün TP2 və TP3 kimi zonalarını qoyub, məsəl üçün qiymətimiz yüksəldiysə, TP1-də birini bağlayıb, TP2-də birini bağlayıb, sonuncu əməliyyatı isə girişə qoya bilərik mütləq şəkildə. Yəni belə daha məncə məntiqə uyğundur. Ona görə yəni dəyər məncə istifadə etməyə. Böyük stopa da ehtiyacı yoxdur. Yəni bu stopu gətirib böyük qoymağa ehtiyacı yoxdur. Çünki zona güclüdürsə, zonanın qırılmasından sonra güclü şəkildə düşüş baş verə bilər. Bizim də hədəfimiz buradadır ki, gün içərisində 3 əməliyyatdan ikisində stop olsa, birində mənfəət olsa, bu bizim üçün daha uğurludur. Ona görə mən bu zonalardan belə qənaətə gəlirəm. Adətən mən özüm girişlər eləyəndə yəni total bir əməliyyata 0.50 girəcəmsə, bunu məsəl üçün ya 3 hissəyə bölərəm ya da 4 hissəyə bölüb lota o şəkildə girərəm və karda olduğum müddətdə heç vaxt gəlib girişdə bütün əməliyyatımı bağlamaram. Yəni karda olduğum müddətdə müəyyən bir əməliyyat bağlaya bilərəm və müəyyən bir əməliyyatları saxlayıb onda girişə break-even eləyə bilərəm. Yəni bu şəkildə mən ticarət edirəm. Ona görə burada göstərdiklərimi idarəsi sizin özünüzdən asılı olan bir şeydir. Yəni mən hazırda məsəl üçün etdiyim girişlərin artıq burada deyək ki, bir çox giriş etmişdim və mən buradan ən azı əgərləri $100 bir kapitalla girişləri icra eləsəydim, mənim buradan rahat minimal $30 bir karım var idi. Yəni bu pozisiyalarda. Yenidən girişimə gələrsə qiymət, yenidən aktiv olmasını istəyərdim ki, yəni mənim əsas hədəfimə qədər qiymətimi gözləyim. Müəyyən bir əməliyyatları götürüb çıxıram. Əməliyyatım karda olduğu müddətcə mən qəti sürətdə stop olmuram. Girişdə olur break-even. Yəni burada gördüklərinizə mən stop qeyd etmirəm. Gözləyək görək. Yəni bunu bu şəkildə eləyirik. Yəni bura növbət dəfə gəlib qiymət buradan açılıb. Buranın üstünün stopları var, şuralar. Buranı gözləyirəm. Yəni burada likvidasiya var. Yəni qiymət bura daxil olub bu stopları yığalsa, stop da xırda yığılmır və mən düşünürəm ki, böyük stoplar yığılır. Yəni stopları böyük qoyan insanlar da mövcuddur. Ona görə bu şəkildə düşünürəm. Xırda bir likvidasiya götürdü qiymət. Əsas hədəfinə doğru gedəcək. Artıq bunun üstündə bərkidirsə uşaqlar, baxın bu zonanı deyirəm. Yəni qiymət bunun üstündə bərkidərsə bir daha yüksəkləri gedə bilər. Yəni ona görə zonaları özünüz təyin eləməyiniz yaxşıdır. Yəni bilib də təyin eləməyiniz çox əladır. İndi bu videodan da nələrsə götürə bilsə çox əla bir şeydir. Yəni mən yenidən güclü zona olaraq buranı götürərəm. Məsəl üçün qiymət bura düşərsə altına giriş etmərəm. Üstü daxil olarsa təzədən yəni giriş eləyib stopumu xırda götürərəm. Bu səbəblə isə mənfəəti daha yüksəkləri düşünərəm. Yəni bu şəkildə burada əlbəttə ki zonaları təyin etmişəm. Buralara qədər düşünərəm. Gözləyək görək nə olacaq. Əməliyyat aktiv oldu. Saxla. Aşağı düşdü, girmədim. Yuxarı qalxanda girdim. Çünki əsas hədəfim yuxarı yüksəliş eləyərkən də girmək. Yəni yenə deyirəm, xeyirdə olduğum müddətcə girişdə stop saxlayıram. Yəni müəyyən əməliyyatı bağlayıb, müəyyən əməliyyatı da saxlayıram. Bu şəkildə ticarət edirəm ki, ən əsası analizimdə yanılmıram. Çünki ən az bilirəm ki, müəyyən bir pips alaraq hərəkət eləyəcək və mən xeyirdə olduğum niyə ziyana düşüm? Davam eləyək. Girişdə bağlayarsa, təzədən girişə qayıdarsa, girişdən təzədən açıram bu şəkildə. Qoymuram stop olum.
mənfəətli ola. Qiymət bir dənə liktasiya yaradır yuxarıda, qəşəng. Yenidən stoplar yığmaq üçün gedə bilər. Böyük həcmdə, amma buradakı maksimumu keçmir. Görək nə olacaq. Buranın stopları var. Okey, yığdım. Stop olursa tələsmək lazım deyil, aqressivləşmək lazım deyil, yəni gözləmək lazımdır. Bir də əməliyyatı gözləmək üçün həqiqətən də güclü psixologiyaya sahib olmaq lazımdır. Bunu hər adam bacarmır. İndi bacaran adamlarda həqiqətən də alqışlayıram. Saxlayaq. Okay. Bu bizim take profitimiz. Biz burada profitimizi götürdük, artıq minimal stop və bu da bizim karımız. Belə deyək də, məncə bu pozisiya çox qəşəng bir giriş idi və ən azı burada bizə 1.5-ə, 1.6-ya bir pozisiya idi. Bu bizə take profit oldu. Mən böyük əməliyyatlara sizə fokuslamaq istəyirəm ki, böyük nəticələr götürəsiniz. İndi yenədən əməliyyat gedə-gedə. Hədəfim bu idi, çünki qiymət market səviyyələrini burada pozur, sonra növbəti market səviyyəsini pozur, yəni bu şəkildə qiymət hərəkət edir. Bunu təyin etməyin demək istədir ki, bir daha düşərsə aşağısının üstünə bitirərsə elə bir giriş düşünürəm, amma tələsmirəm. Gözləyək bu əməliyyatımızın nəticəsini. Buranı götürəcək inşallah. Buranın üstünü götürməmiş qiymət düşməyəcək. Mən belə düşünürəm. Burada da bizə take profit verdi. Burada da bizim mənfəətimiz oldu. İnşallah bu əməliyyatda, yəni bu dərslikdə sizə izah elədiyim kimi güclü zonalar tapandan sonra pilosa qiymət market səviyyəsini pozandan sonra, yəni yuxarı yönlü işləməyiniz daha məqsədə uyğundur. Yəni yüksələn bir trend səviyyəsində qəti surətdə sell pozisiyası düşünməyin, buy işləyin və zonaları düzgün tapın və bu şəkildə ticarət eləyin. Oldu uşaqlar, özünüzə müğayət olun, əsas sağlam olun, sağlam qalın, Allah amandır.